Azərbaycan Əczaçılar Assosiasiyasının təşkilatçılığı və Azərbaycan Tibb Universitetinin dəstəyi ilə Bakı şəhərində əczaçılığın müasir problemləri mövzusunda 6-cı Beynəlxalq Elmi Konqres keçirilib. Nə təhsili, nə praktiki fəaliyyəti beynəlxalq inteqrasiyasız təsəvvür etmək mümkün deyil. Ona görə ki, hal-hazırda bilirsiniz ki, Tibb Universiteti təhsildən əgər danışsaq, Tibb Universitetində son illərdə böyük islahatlar aparılır. İslahatların əsas məqsədi, məramı ondan ibarətdir ki, bizim universiteti bitirən insanların, tələbələrin diplomları xarici ölkələrdə tanınsın. Ona görə də universitet tərəfindən cürbəcür tədbirlər var. Məsələn, son 5 ildə bütün dövlət standartının içində bilirsiniz də bütün fənlər, onların saatları, mövzuları hətta dünyanın qabaqcıl universitetlərinə uyğunlaşdırılıb. Məsələn, Hacıtepe Universiteti Amerika sisteminə, Türkiyə Cümhuriyyətinə əsasən bizə yaxın olan universitetlərin proqramları ilə demək olar ki, eyniləşdirilib. Yəni həm təhsildə müəyyən inteqrasiya eləməyə köməklik göstərir, həm də universiteti bitirəndən sonra diplomların tanınmasına köməklik göstərəcək. Təhsildə inteqrasiya nə deməkdir? Məsələn, hal-hazırda müvafiq mübadilə proqramları var, məsələn, Erasmus və s. Bu proqramlar çərçivəsində, məsələn, adi bir tələbə, bizim tələbəmiz, tutaq ki, Əczaçılıq fakültəsinin 2-ci kursunda oxuyur, bir semestr dərsi gedib Hacıtepe Universitetində oxuya bilər və Bakıya qaydanda, Azərbaycana qaydanda onun orada oxuduğu fənlər, verdiyi qiymətlər buradakı ilə eyni olduğu üçün hesab edin ki, bizdə oxuyub, tanınır. O cümlədən əksinə bu cür proseslər aparılır və bunlar gələcəkdə ikili diplomların tanınmasına və bizim mütəxəssislərin birincisi diplomlarının xarici ölkələrdə tanınmasına bu həm də önəmlidir ki, xarici vətəndaşların Tibb Universitetində gəlib təhsil alma imkanlarını daha da genişləndirəcək. Ona görə ki, indi hal-hazırda bizim universitetin beynəlxalq akkreditasiyadan 2 ildir keçiblər. Əvvəlki beynəlxalq akkreditasiya yox idi. Müəyyən biz problemlərlə üzləşmişik axırıncı illərdə. Ona görə ki, əvvəl tutaq ki, ildə 500-600 nəfər adam qəbul olurdu bizim xarici tələbə. Bu il biraz sayında azalma var. Ona görə də bunlar gələcəkdə həm xarici kontingentin bizim universitetə cəlb olunmasına köməklik eləyəcək, həm də tədrisin keyfiyyətini yüksəldəcək. Qaldı praktik əczaçılıq sahəsinə. Praktik əczaçılığın bizdə əhalinin müalicə profilaktika məsələlərinin dərman preparatları ilə təminində ümumiyyətlə problem yoxdur demək olar ki, yəni ölkəmizin ən ucqar nöqtəsində belə aptek şəbəkələri var. Başqa məsələ ki, istehsal prosesində ölkədə müəyyən problemlər var. Yəni ölkədə əhalinin istehlak elədiyi dərman preparatlarının bu gün təxminən 5% yalnız ölkədə istehsal olunur. Ancaq buna baxmayaraq cənab prezidentin 2022-ci ildə verdiyi əczaçılığın dayanıqlı inkişaf haqqında sərəncama əsasən çoxlu yerli istehsal müəssisələri qurulur. Bunlardan məsələn Gen İlaç Türkiyənin iştirakı ilə qurulan, Macarıstanın iştirakı ilə qurulan Skandens və s. İsrail iştirakı var, ölkəsi iştirakı ilə, Rusiyanın iştirakı ilə qurulan zavodlar var. Bunlar birgə hələlik zavodlar qururlar və birgə istehsal olacaq. Yekunda həm ölkəmiz dərman təchizatı ilə yaxşılaşdıracaq təchizatı, həm də bu preparatların xarici ölkələrə satmasına çox yaxşı şərait olacaq. Tədbirin məqsədi son illər ərzində əldə edilmiş nailiyyətləri qiymətləndirmək, gələcək işləri planlamaq və əczaçılıq sahəsində müasir problemlərin həllinə töhfə verməkdir. Bu günlərim əczaçılar üçün çox önəmli bir gün oldu. Azərbaycan Əczaçılar Assosiasiyasının təşkil elədiyi beynəlxalq konfrans baş tutdu və burada hamının gözlədiyi maraqlı mövzular müzakirə olundu, çıxışlar oldu, beynəlxalq çıxışlar bunu bəzədi bu konfransı və burada Əczaçılar Klubu,
və onun sədri Şövqü müəllim iştirak elədi və Azərbaycan Əczaçı Sahibkarlar Assosiasiyası olaraq mən Azər Xudiyev iştirak elədim. Dərin təşəkkürümü bildirmək istəyirəm Tahir Süleymanova, Azərbaycan Əczaçılar Assosiasiyasının sədrinə. Çox əziyyətli bir tədbir idi, amma əczaçıların, akademik işlə məşğul olan alimlərimizin və təşkilatçılığın yüksək səviyyədə olması nəticəsində bir daha əczaçılar vəhdət göstərib, toplandı, ümumi dəyərlərin və akademik biliklərin təkamülünü, əsasını bir daha bu günlərim qoydular. İnnovativ dərmanlar və onların tətbiqi və Azərbaycan bunların uzlaşmasını əlbəttə ki, bir sahibkarların maliyyə yatırımından, alimlərimizin bu işin tətbiqindən və bir çox amillər var ki, bunlar vəhdət şəklində baş verdikdə bunu Azərbaycan vətəndaşı faydasını görəcəkdir və bu yaxında əminəm ki, yeni innovativ device'lar, yəni ağıllı dərmanlar dedikdə hansısa bir dərmanın qəbulu və yaxud da ki, onun bu və ya digər formada insan bədəninə qəbul olunması və dünənkindən nisbətən bu günlərin fərqli inkişafda olaraq şəfa tapması artıq başlayıbdır. Azərbaycanda ağıllı ilaclar, yəni selektiv xəstəliklərə təsir göstərərək və nəticələrin bir çox 5 preparat qəbul etməkdənsə bir preparatı qəbul etməklə hədəfli xəstəliyə mübarizə aparılması və onun idxalı artıq Azərbaycana dərman və vətəndaş onu qəbul etməsi baş veribdir və pandemiya dövründə də belə ağıllı ilaclardan istifadə olundu. Hal-hazırda onkologiya və hematologiya sahəsində də bu preparatlar artıq öz tətbiqatını görür. Onkoloji preparatların içərisində kompleks yox, hansısa problemin həlli üçün istiqamətlənmiş ilacların, dərmanların artıq Azərbaycana idxalı baş veribdir və artıq xəstələrimiz də ondan fayda görürlər. Əlbəttə ki, həm xəstəliklər inkişafdadır və dərman istehsalı da dünyada, kəşflər də inkişafdadır. Nə qədər çətinliklər varsa, əczaçılar fədakarlıqla alimlərindən, istehsalçılardan və idxalçılardan və həkimlərin bu məhsullar haqqında məlumat olmasına qədər proseslər çoxdur, təbliğat prosesləri çoxdur. Hamısı bu əczaçılığın məfhumunun, dəyərlərinin, tətbiqatın, işinin, cəfanın bir hissəsidir. Bunlarda sözsüz ki, günbəgün inkişaf vardır. Azərbaycan Əczaçılar Assosiasiyası Tahir Süleymanovun başçılığında Əczaçılıq klubu Şövqü müəllimin başçılığı altında və Azərbaycan Əczaçı Sahibkarlar Assosiasiyası olaraq mən Azər Xudiyevlə bərabər əczaçılıq fəaliyyətini göstərən və orada fərqli nominasiyalar nəzərdə tutularaq və sorğu əsasında qiymətləndirilərək, şəffaf olaraq, demokratik olaraq dəyərləndirilən nominasiyalar oldu və əczaçılarımız mükafatlarla dəyərləndirildi və bu bir daha növbəti illərə xoş bir ənənəyə çevirəcəyinə əminəm. Bu günlərin 3 assosiasiyanın vəhdətindən yaranan düşüncənin və ümumi əczaçılıq cəmiyyəsinin dəyərlənməsindən minimal da olsa əczaçılar dəyərləndirildi. Əczaçılarımız fərqli fəaliyyətlərinə görə illərdir çəkdikləri əziyyətə görə, vətəndaşlarla olan münasibətlərə görə və peşəkarlıq dəyərləndirilməsinin vəhdəti olaraq fərqləndirildi və qiymətləndirildi. Bu xoş bir dəyərdir. Bu ənənə həm xaricdə var, beynəlxalq təcrübədə var və simvolik olaraq da qiymətləndirilməsi bir daha əczaçıların fəaliyyətində yeni bir
motivasiya idi. Konqres çərçivəsində əczaçılıq elminin bütün sahələri, yeni dərman vasitələrinin yaradılması istiqamətində aparılan tədqiqatlar və praktik əczaçılıqla bağlı aktual məsələlər müzakirə olunub. Tədbir çox gözəl bir tədbirdir. Mən inanıram ki, bu gözəl bir addımdır. O cəhətdən ki, əczaçılıq sahəsi və əczaçılar və onların önəmli, dəyərli işləri daha çox gözə gəlsin. Deyə bilərəm ki, pandemiyadan sonra artıq əczaçı sahəsinin önəmi dünyada artı getdi və bəlli oldu ki, bu sahəni gücləndirmək lazımdır. Çox məmnunam və şükür edirəm ki, Azərbaycan da bu sahədə inkişafı başlayıb. Artıq yerli istehsal işləri başlayıblar burada. Parla şirkəti onların da bilirdi, biz də istehsal edirik ölkədə. Və təbii ki, əczaçıların sayı bu sahədə gərək daha çox olsun. İkinci sualıza görə ki, yeni nəsil dərmanlar bizim Azərbaycan, bizim ölkəmizdə vəziyyəti necədir? Mən deyə bilərəm ki, bu problem ancaq Azərbaycana aid deyil. Misal çəkəm, dost ölkəmiz Türkiyədə də elə bu problem yaşayırlar. Yeni nəsil dərmanlar, halanki nəzərdə tutaraq ki, orada 80 milyon nüfus var Azərbaycan. Balaca ölkədir, nüfus baxımından 10 milyon nəfərdir. Amma orada da yeni nəsil dərmanlar gec gəlirlər. Səbəb də ondan ibarətdir ki, maalesef yeni nəsil dərmanlar böyük şirkətlər qiymətləri çox yüksək qoyurlar. Onların birinci prioritetləri ABŞ bazarıdır, Avropa bazarıdır və təbii ki, əgər Türkiyə və ya Azərbaycanda o mallar gəlsin, gərək qiyməti daha ucuz olsun və onlar bunu istəmirlər. Amma məncə yerli istehsala daha çox dəstək vermək, imkan yaratmaq ki, o molekullar ölkənin içində istehsal olunsun və bu güc var hal-hazırda Azərbaycanda. Bu imkan yaradılacaq ki, o dərmanlarda bizim xəstələrə çatsın. Tədbirdə dövlət qurumlarının, özəl sektorun nümayəndələri, tədqiqatçılar, professor müəllim heyəti və tələbələr iştirak edərək bilik və təcrübə mübadiləsi aparır. Əczaçıların nəzəri və praktiki təcrübəsinin arasında əlaqə çox vacib məsələlərdən biridir və biz bir ictimai təşkilat olaraq bu məsələdə özümüz də məsul hesab edirik. Nəyə görə? Çünki nəzəri hissələ bildiyiniz kimi Tibb Universiteti hər il əczaçılar məzun edir və praktik hissə bizdə artıq istehsalat müəssisələrində olur. Bu baxımdan Əczaçılar Qrupu İctimai Birliyi mütəmadi olaraq təlimlər keçirir. Məzun tələbələr, eləcə də yuxarı kurs əczaçı tələbələri yerli istehsalat müəssisələrinə dəfələrlə təcrübə keçirməyə aparıbdır. Həm də həmən istehsalat müəssisələri ilə birlikdə təlimlər təşkil eləmişik və bu təlimlər nəticəsində həm aptek müəssisələrində, həm də istehsalat müəssisələrində yəni bir çox əczaçılar iş yeri tapa bilmişdilər. Rəqəmsallaşma mütləq vacibdir və bizim əczaçılar bu prosesdən geri qalmamalıdırlar. Onların davamlı təhsili və eləcə də iş yerlərində davamlı inkişafı vacib amillərdən biridir. Konqres 18 davamlı tibbi təhsil balı ilə qiymətləndirilib və Azərbaycan Tibb Universitetinin böyük konfrans zalında baş tutub.